Hamıya salam, Nanul ASMR kanalına xoş gəlmisiniz. Çoxdan da vlog istəyirdiniz. Qərar verdim ki, sizə vlog çəkim. Burada çəkiliş üçün makiyaj edirdim. Sadə makiyajımdır. Sadəcə əvvəllər qara karandaşdan istifadə edirdim. Bilirsiniz, indi linerə keçmişəm və yeni make-up biraz dəyişiklik olsa da belə sizə göstərirəm. Xoş izləmələr əzizlərim. Və bir şey xahiş eləmək istirdim ki, əgər sizə əziyyət deyilsə kanalıma abunə olun və like eləyin. Çünki sizin üçün sadə bir şeydir, amma mənim üçün çox vacibdir ki, mən bu işi davam edim. До 90, если плюс-минус, со слов, потому что там статистики тоже не... Иди обратно домой. По словам и учителей, всегда была ухоженной. Отец пропавший, Овшин Кирилл Леонидович, 1949 года, автомастерскими. Тут же помощь врачу и тут же Не будет проблем. Параллельно сразу же приступают к поискам ребенка. как показывает практика, судебная практика, оперативная, излечение суток, 24 часа. Родители, знакомые, там родственники не обратились, в разы повесили. Və burada gözlədiyim zaman sizə bir şey demək istirdim ki, əgər görsəm ki, vloqlar eynən daha yaxşı getməyə başladı, daha tez-tez dəqiq vloqlar çəkəcəm, sadəcə qarşılıq görsəm. Оказывала помощь, могла оказать помощь, говорила. Но милиционеры от нее отмахнулись и даже прикрикнули, чтобы она уходила и не мешала им работать. Тогда сыщики еще не знали, что это за женщина и почему она так интересуется пропавшей девочкой. А тем временем... А дальше следует очень много. Какой именно мужчина есть? Любители фильмов Бетховен выбирали в качестве героями. Считается, что эти собаки лучше всех берут след и прекрасно поддаются дрессировке. Могу рассказать историю. Вот когда я делал, И говорит, что сам пропавшей девушки. Место ничего не страшно. Неужели Локтев держал девочку в своем подвале? И где теперь маленькая Лариса, а главное, живая? Самое страшное, что ребенок уже живой. В общем, страшно. И нужно найти это тело. В 90-е нередко случалось так, что похищенных людей убивали сразу же. Но родных... Ребенка жил сама. Какой-то вопрос. То есть, надо смотреть, все мало. В обмен на такие бизнесы. Правоохранительные органы вели разъяснительную работу с населением и рекомендовали не принимать решения самостоятельно. В сентябре 1997 года столичные сыщики где помощи не было. Также милиционеры выводят бизнес. Bugünlər bizdə pasta olacaq. Mənə deyirdilər resepti çək. Biz bu pastadan istifadə edirik. Bu qaymaqdan. Çünki başqa qaymaq dadlı deyildi. Pomidor, burada sarımsaq və üstəlik İndi mama yağ əlavə edir. Pastanın sosu üçündür. Deməli pomidorları 2 yerə kəsir. Belə. Deməli, qaymağı yaxından göstərim. Bu qaymaqda yəqin hamı tanıyır. Neçədir mama? Bir neçə, hə? Yox, 3 neçə. Ha, 3 neçə, oy. Hə, bir də bunu aç da mən göstərim hansıdır. Uşaqlar, çox dadlıdır. Çox vaxtı endirimə düşür. Arbella'dır adı, Arbella. Belə qnyozdışqalardır. Bunlar. Nənənin də bu modlu telefonu buradadır. Burada da hələ qarğıdalı qaynayır. Bu da mukbang üçün. Sizlərə mama 5 ədəd əlavə elədi həmən pastadan. Burada da hazır olur. Qarğıdalı da burada. Yəni mukbanga konkret hazırlığı gedir. Siz özünüz pasta istəmişsiniz uzun video ilə. Bu YouTube üçündür də. Yəni Ceylim bu mama bu neydi? Adı kornişon. Kornişonlar çox sevdim. Bu bancelindir. Düşürdülər. Az qalıb. Kadra bəs eləyəcək görəsən. Bundan bir kadra bəs eləyəcək.
Bunların üstlərini belə çıxardırıq. Harası atırıq, yəni fərqi yoxdur hara. Sarımsağı mama belə kəsir. Yəni kiçik-kiçik kvadratiklərlə çıxıyor. Üstəlik də bu sarımsaq böyüdür. Kuçka ilə əzirik. Pomidorları yaxşıca. Demək olar, belə Duzlu sarı kökü qoyuruq. Duz, sarı kök, hamısı qoy. Sən qoydun da uca, ha? Qoyacağım. Ha, qoyacağım. Duzu əlavə elədim amma indi sarı kök. Biz hər yeməyə sarı kök qatırıq. Sarımsağımızı əlavə edirik. Qaymağa həmən masaya əlavə edirik. Pastamız hazırdır. Qaba əlavə olunur. Belə bir gözəllik alınır. Məndən pastanın reseptini istəyənlər like qoyun dəqiq. Əgər bu reseptlə pastanı hazırlasaz, dəqiq mənə yazın bəyəndiniz ya necə. Çünki mən adətən dalbadal hansı bir eyni yeməyi sevmirəm. Amma bu pastanı artıq anama ikinci dəfədə deyirəm ki, hazırla. Çünki dözə bilmirəm, çox ləzzətlidir. Hətta deyə bilərəm ki, bütün porsiyanı mən yeyirəm. Və bu videoya tam olaraq baxmaq istəyirsinizsə, aşağıda linkini qoyacağam. Tema çox maraqlı idi. Məncə sizə maraqlı olacaq. Bir də izləyicilərimə səslənmək istəyirəm. Hansılar ki, rəylər yazır və deyirlər ki, mən bunu öz mukbangımda danışım. Amma hamısını mən danışa bilmirəm. Mən təkəm, siz çoxsuz. Yəni siz də bunu başa düşməlisiniz. Hamıya mən çatdıra bilmirəm. Bəziləri yazır rəylərdə ki, biz inciyirik və s. Mən saymıram və yaxud da mən cavab vermirəm. Yəni anlamalısınız ki, doğrudan da bunun mümkünatı yoxdur. Hər videoda öz haqqımda da danışmaq istəyirəm. Hamının problemləri haqqında videoda danışıb quruza salmaq da mümkün deyil. Çünki bəzi insanlar da mənim izləyicilərimdir. Onlar da yazırlar ki, məsələn, öz haqqında danış, kiminsə problemləri haqqında. Adam yorulur dinləməyə, çünki problem onsuz da bizdə həyatdır, bəsdir. Amma belə söz verirəm ki, dəqiq yəni danışacağıq. Mən onsuz da ki, mukbangda həm kiməsə, məsəl üçün mənim sözüm əgər kömək eləyəcəksə, mənə nə xoşdur, mən danışaram. Həmçinin bilirsiniz ki, rəylərdə ümumiyyətlə cavab verməsəm belə direktə yazılanların çoxlarına, məsələn 90-80%-nə mən cavab verirəm. Həmişə direktimi yoxluyuram, insanlarla söhbət edirəm və izləyicilərimlə ən dəqiqi odur, daha doğrusu. Ona görə siz məndən heç vaxt saymamazlıq görə bilmərsiniz. Yəni o mənim haqqımda bir şey deyil. Və bu videonun altında bir dənə mənim takipçim yazmışdı ki, sən elə özündən razı dedin ki, karnişon. Elə bil ki, heç bir insan bu haqda bilmir. Mən özümdən razı o haqda deməmişəm. Mən sadəcə mukbanga başlamamışdan əvvəl qarğıdalıya qədər deyirəm ki, burada qarğıdalıdır. İnsanlar çatdırıram ki, mukbang nə elədir. Ən azından bəzi insanlar məsələn deyir ki, onun xiyar olduğunu bilmir və yaxud da hansı bir meyvənin adını bilmir. Mən sadəcə informasiya verirəm. Mən özümdən razı və yaxud da korona taxan insanlardan deyil. Çox xahiş edirəm, indi bunu aqressiyaya çevirmək lazım deyil. Çünki məni belə şeylərlə təsir eləyəndə mənə təsir eləyir. Mən ürək açıq insanam və ürəkdən hər şeyi deyirəm. Heç vaxt da nəyəsə baxmamışam ki, hə baxın, bu xiyar deyil, karnişondur. Yəni siz bilmirsiniz, mən bilirəm. Yəni o cəhətdən yox. Onda elə çıxır ki, mən şaftalını deyəndə də özümdən razı deyirəm də. Belə bir şey almışam Roşen'dən. Görəsən dadı necədir? İndi dadına baxacağam. Siz ümumiyyətlə bilirsiniz də, yəqin ki, jilibon falan sevirəm. Gəlin dadına baxaq. Belə görsənir. Meyvə ətri gəlir ondan. Yəni dadına baxaq. Nəylənsə tafitaya oxşur. Dadı pis deyil. Amma dayalmaram. Bir də yediyim elə bir çox pisdir. İçində elə bir saqqızdı bu ağ. Mən almaram bir də məncə. İyi. Roşen adətən dadlı eləyir. Bu nə ya? Əli uşaqlar, bizə bu günləri qonaqlar gəlir. Yəni qonaq gəlir, daha doğrusu keçən dəfəki kimi vloqda görmüşdünüz. Mənə dedilər, göstərmədin, deməli yalancısan, yaxşı siz deyən. Deməli, mamanın uşaq dostudur da, yəni ailə dostudurlar onlar. Belə bir piraşki eləyib, bu piraşkinin adı biləşi, içində ətli ortada.
Burada da kartofla. Xanım konkret uşaqlıqda nə yeyirdilər onlar, onu istəyir. Yəni ona görə mamagil onu pişirir. Valla boş verin. Bilirəm ki neyse deyərdim ki oxşuyuram deməyəcəm. Burada bir aşırı göstərdim sizə, dadına baxaq. Aslında bilirsiniz neçəndir dadına baxıram. 3. Amma mən sizə bunu demədim. Çox dadlıdır. Bak indicə durmuşam, nə əlimi yumuşam, nə üzümü yumuşam, gəlmişəm pöşk yeməyəm. Çok başla. Sizi de kapotun üstüne koymuşam. Kapot işləyirəm ama sizə göre görünmelere dözürəm. Ей подавались ориентировки, внимание на, значит, людей, передвигавшихся в наших обстоятельствах. Обнаружен круг девушки в районе 35 лет. Следствие продолжало отрабатывать версии того, что маньяк падает. Маньяк затаился. Он испугался. Он понял, что карту можно получить с собой. И остается только ждать. Если телефон будут использовать, то об этом обязательно поступит сигнал сотовому оператору. Он нашел, вставил свою сим-карту и пользуется. То, что Рудых невиновен, подтвердили и лабораторные исследования. У всех взяли свежие биоматериалы. В чем преимущество молекулярно-генетических 100% совпали с данными Алексея Рудыха. При исследовании ДНК устанавливается индивидуальный геном. Генетика это А ты зачем? Они, по сути, оправдались. Сэм действительно был такой неприметный человек, которого не ожидаешь опасности. У общительного водителя всегда было несколько женщин на стороне. Среди них оказалась Елена Молочникова, юная студентка педагогического университета. Тоже даже нижнее белье, женский необходимо тоже куда-то передать, поэтому как бы... Зачем руки? Да, для... Эти руки, то есть убийца стоялась и пыталась закрыться от ударов. Видимо, она как-то поранила в что только начинал хотеться. После насилия В Москве это были. у каждого моста в городе было о своей жизни. Но зачем? Может, он таким образом давал подсказки следствию? Dünənləri mama belə bir kolba aldı suyla. Yəni bura su tökürsən. Çox qəşəngdir, bəyəndim. Cəmi 8 manataydı. O birisi vəbşi mən aldığım kuxnadan dur 16 manatadır. Məncə bu super qiymətədir. Qəşəng görsənir. Deməli burada nə var? Mama belə badımcan hazırlayır, resept görüb. Çox dadlı olur, həm də sarımsaqla yam-yam. Burada meyvələrimiz, qarpızımız, pendirimiz, yemişimiz. Eynən burada eyni şey. Həm də piraşki, yəni onu biraz o tərəfə qoyduq. Çünki burada kondisionerdir ona görə. Və kartofla toyuq olacaq. Gedək baxaq. Tak, bu toyuğumuzdur, ucu hazırdır. Çox dadlıdır, müxtəlif ədviyyatlarla. Və bu kartofumuz hələ hazırlanır. Yəni buna hələ var. Uşaqlar, deməli kartof hazırdır. Burada əlavə olundu toyuq ki isti olsun. Qonaq gələnə qədər. Bağımız nəhayət gəldi. Burada tortik. Не вставится этот момент. Bu da tort. Belə görsənir. Burada makarondur, belə keçir və fizalis meyvəsi. Görün nə gözəldir. Nəm-nəmin yiyəcəyik. Всегда говорю, что наверное, Бог любит своих всех людей. Да, tak, belə bir padarkalarla Lala xanım gəlib. Gəlin göstərim nələr. Həmişə kimi zövqlü. Belə bir krop. Miu miu. Vay, çox qəşəngdir. Yəni dəqiq geyinəcəm. Görəcəksiniz vloglarımda. Materialı çox gözəldir. Mamaya da belə koftaçka. Zərzubanlı burada. Çox qəşəng görsənir. İşıq da belə parıldayır. Mama çox bəyəndi manda.